13 aprel 2025 9 imtahan buraxılış imtahanının cavabları uşaqlar. 57-ci D bəndini yoxlayırıq biz. Deməli, 57-ci sualın cavabı C, 58-ci sualın cavabı 25, B bəndi, 59-cu sualda A bəndi, -5-dən 16, 60-da cavab B bəndi M-N, 5-M, 61-ci sual, ona niyə plus qoymamışıq? Düzdür, bu da. Deməli, 61-ci sualımız cavab D bəndi, variant 2, yəni D bəndi cavab 2. 62-ci sualda Y bəndi cavab 2. 63-cü sualda cavab Y bəndi Y 52. 64-cü sualda cavab B 48. 65-ci sualda cavab D 4. 66-cı sualda cavab A 65. 67-ci sualda D bəndi X təcəl Y, C çıxaq D. Başqa variantlar ehtiyatlı olsun. Ola bilər ki, variantlar ayrı yerlərdə olsun. Deməli, 68-də C bəndi ehtimal sualın cavabı 5-dəki, kubun cavabı 8, ikilikini kuba yüksəldirik, 8 eləyir. 70-də cavab Y bəndi 37, əkobdan əbavın cəmində. 71-də cavab D bəndi. Çevrəni düz dedik biz burada, yoxsa çevrəni səhv edirik? Qoy, yaxşı düzəldək. Çevrədə 58-də cavab, 58-ci sualımız burada səhv qeyd olunubdur. Cavab burada C bəndidir aşağılar. C bəndi. Deməli, 58 çevrədə cavab 50-dir. Sonra Əbu Bəkobda 70-də cavab oldu 37. 71-də çoxluqda cavab oldu 2-5. 72-də cavab oldu 97. 73-də cavab oldu 100. 74-də cavab oldu 12. Sonra 75-ci sualda cavab oldu 64 ilə filan. 64. Sahəni soruşur. Cavab oldu 64. 76-cı sualda cavab oldu 10 ilə filan. 10. Ən kiçiyini soruşur. Cavab oldu 10. 77-ci sualda deməli kök sualında cavab 0,1. 78-ci sualda yeşik məsələsində cavab oldu 28. 79-cu sualda deməli satıcı sualında, şar sualında cavab oldu 206. 80-ci sualda düzbucaqlı, üçbucaqlı hipotenizi soruşur. Cavab olur 10. 81-ci sualda sahəni soruşur. Nə elədik sahədə filan? 8 pi üstəgəl 24. Deməli 8 pi harda yazmışsan sən? Burada yazmıyorsan, nəmi? Hə, 8 pi üstəgələk nə? 24. 8 pi üstəgələk 24. Deməli, haradadır? 8 pi üstəgəlinsin 24. Ümumi cavablarımız da bunlardır. Biz danışdığımız D bəndidir. Digər variantlarda da suallar, cavablar eynidir. Sadəcə variantlar başqa yerlərdədir.